Əslində mən bilmirdim siz Alazapında olmuşsunuz. Mən özüm Alazapında olmuşam. Alazapın Lənkəranın dağ kəndidir. Ən ucqar kəndidir. Ən ucqar bir kənddir. Hardasa orada 20-22 ailə olmalıdır, səhv etmirəmsə. Yəni ora getmək çox çətindir. Yol şəraitinə görə. Nevalar belə gedə bilmir. O qədər çətin idi ki. Alazapın kəndindən 44 günü Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ragim Hadiyevdən gedir söhbət, Teymuroğludan. Ragimlə bağlı mənim orada təəssüratlarım var. Yeri cənnət olsun, ruhu şad olsun. Ragim o qədər tərbiyəli. Yəqin ki, onun qohumları, əzizləri izləyir. Mən elə efir vasitəsilə Alazapın kəndində yaşayan, çox hörmətli, dəyərli mənim dostum, əzizim Hidayət Ölməzi salamlayıram. Şairimizdir, Allah canı sağlığı versin. Deməli, biz, Vüqar müəllim, bu Alazapın kəndi qəşəng bir təbiət qoynundadır da. Çox gözəl bir mənzərəsi var. Oradan çay axır, arxası meşə, dağlıq bir yer, çox gözəl bir təbiət, əsrarəngiz bir yerdir. Ümumiyyətlə bizim cənubumuz gözəldir, həqiqətən. Möhtəşəm bir yerdir. Azərbaycanımızın hər yeri gözəldir, amma cənubun Allah rəhmət gözəlliyi var. Bəli, Ragim bizi oradan dağ çiyələyə dərib gətirdi ki, Kamran, bir dənə bu dağ çiyələyin dadına bax. Dadına bax. Deməli, siz dost onunla tanışdınız. Bəli, mən Ragimi oradan tanımışam və yeri cənnət olsun, ruhu şad olsun. Hazırda reklamlardır, bəli. Reklamlar ayrılar, qısa aradan sonra bərabərliyimiz davam edəcək. Reklamlar. Bəli, reklamlarımız bitdi. Biz isə davam edirik. Az öncə mən reklam olmamışdan öncə mən Ragimin adını vurğuladım. Ragim Alazapın, Lənkəran Alazapın kəndində dünyaya göz açıb, orada böyüyüb, orada boya başa çatıb. Amma 44 günlük Vətən müharibəsində şəhid oldu. Yeri cənnət olsun, ruhu şad olsun. Deməli, Hidayət Ölməz bizim şairimiz izləyir, yazır ki, Kamran, salam Kamran müəllim, sabahınız xeyir olsun. Qonaqlarınızı salamlayıram. Hörmətli Kamran müəllim, siz dost qədir bilən, yaxşılığı bilən, duz çörəyə qiymət verən insansınız. Təşəkkür edirəm Hidayət müəllim, var olun. Ragim mənə dağ çiyələyə yığıb ovucunda gətirdi deyəndə mən hönkür ağladım. Yeganə xanım da çox sağ olsun ki, şəhid ailələrinə bu bayramda baş çəkdi. Hidayət Ölməz, Lənkəran rayonunun Alazapın kəndi. Ragimlə olan o xatirə hələ mənim gözümün önümdən getməyib. Çünki Ragim dedi ki, siz o dağı qalxa bilməyəcəksiniz, siz gözlüyün burada, mən sizə oradan dağ çiyələyə gətirəcəm. Bax, xırda belə dağ çiyələyə gətirdi ovucunun içərisində. Mən o dağ çiyələyini yeyəndə onun ətri, qoxusu hələ burnumda idi. Təsəvvür o dağ çiyələyi dərmansızdı axı. Ovucumun içində o qıpqırmızı idi. Bəlkə o 2 gün onun o qırmızı rəngi ləkəsi getməmişdi əlimin içərisindən. Yəni, Ragimlə bağlı çox gözəl təəssüratımız oldu. Ragim çox dəyərli insan idi. Həqiqətən çıxarıb insanın ürəyini verərdi. Yəni, mən orada qonaq getmişdim. Dedi Kamran, mən istəyirəm ki, sənin Alazapının bütün gözəlliklərini göstərin. Doğrudan çox gözəl insandır. Yeri cənnət olsun, ruhu şad olsun. Bəli, şəhidlik hər adama nəsib olmur. Yalnız onlar seçilmişdir. Bəli, seçilmişlərdir. Müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, düşmən gülləsinə canını sipər edənlər şəhidlik zirvəsinə ucalır. Bayraq kölgəsində şəhid məzarı. Bundan müqəddəs yer tanımıram mən. Vurulsam, yıxılsam yaram, qan versə durub savaşaram, tanı. Buyam mən. Öpürəm boş qalan çəkmələrindən. Öpürəm savaşda tabloya dönən o məğrur duruşlu əsərlərindən. Allah bütün şəhərlərimizi rəhmət eləsin, yerləri cənnət olsun. Allah bütün şəhərlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ailəsinə də səbir diləyirik. Doğrudan xatirələrimi, yəni siz təsadüfən dediniz. Onsuz da olanın yeri cənnətdir. Cənnətdir. Yeri cənnət. Siz necə gözəl insandır ki, onun bax burada söhbəti açıldı və sizin doğrudan seçilmişlərdir şəhidlər, həqiqətən. Keçmişdən bir tanışınız, o həmən oğlan çıxdı. Həqiqətən də onun elə məzarındakı mən bir rəsmin ilk onda gördüm. Ev muzeyinə də getdiniz, bəli. Ev muzeyində də oldum. İnanın ki, o ev muzeyində hər şey ondan danışırdı. Hər şey Ragimin kim olduğunu göstərdi. Onun bir velosipedini də gördüm orada. Ragimin velosipedi. Bəli, ana onu saxlayıbdı. İnanın ki, o qədər pis oldum ki.
Amma onu saxlayır. Özü Ragimgilin evi, bu Hidayət müəllimgilin evi biraz hündürdə idi, ucadadır. O Ragimgilin evi Hidayət müəllimin evinin aşağı hissəsində idi. Hər dəfə çəpərə yaxınlaşanda görüm Ragim oradan işarə edirdi ki, Kamran vaxtım var, gedək səni gəzdirim vaxtım. Ragim o 3 gün ərzində o qədər yəni bağlılıq yaratdı bizə, o qədər mənim qəlbimə, ruhuma yaxın bir insan oldu ki, Ragimlə bağlı, yəni mənim 3 gün ərzində bir çox gözəl xatirələrim oldu. Yeri cənnət olsun, ruhu şad olsun. Salamlayırıq, əllərdən öpürük Nəzakət xanıma. Vallahi nə deyək, Allah səbir versin şəhid ailələrinə. O qədər acizəm ki, onların qarşısında. Bilmirəm nə deyəm. Bir ana kimi, bir bacı kimi. Ailələrinin, valideynlərinin qarşısında baş əyirik. Vüqar müəllim, bəliniz şirin olsun. Vüqar müəllim, Azərbaycan nə qədər, yəni dövlət, nə qədər mötəbər tədbirlər var, Vüqar müəllim orada iştirak edir. Şəhid qazi ailələrinə hətta təmənnasız, yəni maddiyat gütmədən gedirsiniz. Allah sizi var eləsin. Bizim ixtiyarımız yoxdur ki, oradan təmənna güdək həqiqətən Kamran qardaşım. Onların sayəsində bax biz buradayıq. Şəhidlərimizin, bəli, az öncə siz salamlaşanda da vurdular. Allah ali baş komandanımızı qorusun həqiqətən də, onun səyi nəticəsində. Allah müzəffər ordumuzu qorusun. Müzəffər ordumuzu qorusun. Vallahi mən hər dəfə deyirəm, mən yenə deyim, belə Volçsana mən həmişə deyirəm ki, şəhərlərimizin goruna mən qurban olum. Bəli, yeri cənnət olsun. Yeri cənnət olsun. Vüqar müəllim, sizdən növbəti bir ifa gəlsin. İfadan sonra yaxşı-yaxşı söhbətlərlə davam edəcəyik inşallah. Buyurun, Vüqar müəllim, sizi dinləyirik. Etmezdim konum, salacaklar beni kana gözlerim. Dediler celasam, etmezdim konum, beni koyup bakır cana gözlerim.